Premyer Liqanın 7-ci Sumqayıt FK özünün növbəti yola verdi mövsümünü keçirdi. Halbuki ikinci altılıqda yer alan klublar arasında bu mövsüm üçün ən böyük büdcə məhz Sumqayıtda idi. Özünü böyük şəhərin tək komandası adlandıran bu klub hələ ki o böyük şəhərə, Azərbaycan futboluna neçə tanınmış oyuncular bəxş etmiş Sumqayıta layiq nəticələr göstərmir. Klub rəhbərliyinin bu mövsüm üçün etdikləri də istənilən nəticəni vermədi. Ötən yay baş məşqçi postuna gətirilən Serbiyalı Saşa İliç mövsüm bitincə yola salındı. Hərçənd Sumqayıt mövsümünün startında daha yaxşı perspektiv vəd edirdi. Komanda bu mövsüm yalnız 3 rəqibindən az qol vurub. Məhsuldarlıqda özündən üst sıralarda qərarlaşan Turan, Tovuz, Zirə və Araz Naxçıvanı qabaqlayır. Gəl ki, vurduqlarından da çox qol buraxmaları komandanı ikinci altılığa atdı. İlk 4 turda 10 xal toplayan İliçin komandası hətta Qarabağda məğlub edərək liderlər qrupunda yer almışdı. Amma növbəti 3 turda qazanılan bir xal Sumqayıtı geriyə tulladı. Bundan sonra komanda enişli, yoxuşlu qrafik çizməyə başladı. Gah ardıcıl qələbələr, gah da bir neçə oyun xalsızlıq. Qış fasiləsinə 27 xalla 4-cü sırada çıxan Sumqayıtın başına nə gəldisə 2026-cı il başlayandan gəldi. Yanvardan aprelin 19-na dək 4 ayda yalnız Kərvan Yevlaxa qalib gələn komanda Avrokubok zonasından uzaqlaşmağa başladı. Saşa İliç isə böhran vəziyyətinin məşqçisi deyilmiş. Əksinə, Serb mütəxəssislə oyuncular arasında dava-dalaş həddinə gəlib çatan münaqişələrin baş verməsi xəbərləri yayıldı. Kapitan Səbuhi Abdullazadə haqqında baş məşqçi hətta media qarşısında kəskin fikirlər söylədi. Ukraynalı Beskorovani ilə qalmaqalsa bundan da böyük əks-səda doğurdu. Artıq mövsüm bitməmiş İliçin göndəriləcəyi şübhə doğurmurdu və budur, bu günlərdə o qərar verildi. İliçin gediş ərəfəsində dedikləri isə bəlkə klub prezidenti Riyad Rəfiyevi düşündürəcək. Hazırki futbolçuların pis olduğunu deməzdim, amma reallıqlar var. Səviyyəli komanda olmaq üçün səhvlər minimuma enməlidir. Bəzi məsələlər həll olunsa Sumqayıt Avrokuboklara vəsiyə qazanar. Komandada dəyişikliyə ehtiyacı var. Statın sonu. Klubun rəhbəri də belə fikirləşmiş. Artıq bir neçə gündür mediada ucudan tutma Sumqayıtdan ayrılan oyuncular haqqında xəbərlər çıxır. Hətta 10 qolla bu mövsüm Sumqayıtın bombardiri olan Ramalingom da klubu tərk etdi. Yazılanlara inansaq, heyət böyük ölçüdə yenilənəcək. Klub daha səviyyəli legionerlərin transferi ilə yeni mövsüm üçün iddialarda olacaq. Düzdür, hər yay eşitdiyimiz söhbətdir. Bəlkə bu dəfə işə daha ciddi yanaşma oldu.